Salam əziz izləyicilər. Bu videoda mən ədviyyatlı və dadlı şorba reseptini sizinlə paylaşacağam. Bunun üçün lazım olan ərzaqlar: 1 ədəd yer kökü, 1 ədəd pomidor, 1 baş soğan, 2 ədəd kartof, 70 qram kərə yağı, 1 çay qaşığı duz, 1 çay qaşığı ədviyyat, 1 yemək qaşığı tomat sosu və 1 stəkan halqa şəkilli makaron. Əvvəlcə tərəvəzləri xırda-xırda doğrayıram. Qazana kərə yağını əlavə edirəm, üzərinə doğranmış soğanı töküb biraz qovururam. Daha sonra yer kökünü, kartofu, tomat sosunu və pomidoru əlavə edib qarışdırıram. Bir litr yarım su əlavə edib qapağının üzərinə aralı şəkildə qoyuram. Beş dəqiqə qaynadıqdan sonra makaronu əlavə edirəm. Zövqə görə 1 çay qaşığı duz və 1 çay qaşığı ədviyyat töküb qarışdırıram. İzlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyəndinizsə, kanalıma abunə olmağı unutmayın.